Assalamu aleykum ve rahmetullah ve berekatuhu. Güzel kardeşlerim, can dostlarım, könül dostlarım, izleyenler, dinleyenler, bütün insanlık. Her birinizi canı gönülden çok hem de çok sevirəm güzel kardeşlerim. Ne yaxşı ki varsınız. Her şey Rabbimiz Allah'la güzeldir. Allah'ın vədi haqdır. Buyurur ki, qulum mənə canı gönüldən qovuşmağı diləsin, məni diləsin, məni istəsin. Mən ona yaxınam, ona yardım edərəm. Allah Quran-Kərimi endirməmişdən qabaq da Tövratda, İncildə də eyni əsasları bizlər üçün fərz buyurub. Yaradılış gerçəyimiz Adəm əleyhissalamdan etibarən sadəcə bir tək din olmuşdur. Həzrət İbrahimin yaşadığı İslam dini. Adəm əleyhissalamın yaşadığı İslam dini olmuşdur canım qardaşlarım. İslam sözü Silim kökündən götürülmüşdür. Mənası təslim deməkdir. Allaha təslim olmaq ruhu da, bədəni də, nəfsi də, iradəni də Allaha təslim eləməkdir. İlk təslim ruhun təslimidir ki, Allaha canı gönüldən qovuşmağı dilədiyimiz zaman Allahla bərabəri, dostluğu yaşamış oluruq. Necədir bu da? Əlimizi açıb Rəbbimizə, ey gözəl Allahım, ey yücələr yücəsi Allahım, Mövlam, sahibim, Rəbbim, mən də səndən səni istəyirəm, sənə qovuşmağı diləyirəm. Nə olar ya Rəbbim, mənim də ölməzdən öncə ruhumu sənə qovuşdur. Amin inşallah. Diye bir duamızı gözləyir Allah Teala. Ne zaman bu dua içimizdə tumurcuqlanarsa, ne zaman bu duanı canı gönüldən diləyəriksə, anında Allah eşidər, görər, bilər, rəhm əsması ilə təcəlliyə başlayar, gözümüzdən, qulağımızdan, qəlbimizdən pərdələri qaldırar, qəlbimizə ulaşar, özünə çevirər, nur yol açar, zikir eləyərik, zikir səbəbindən huşu sahibi olarıq. Huşu sahibi olduqdan sonra Allah'tan haqq mürşidimizi istəyib, onun önündə beyət eləyərik. Beyət elədiyimiz zaman ruh vücudumuzdan ayrılıb Allaha doğru yola düşər can dostlarım. Əmmarə, ləvvamə, mülhümə, mütmainə, raziyə, marziyə, təsdiyə qədəmələrini keçib Allahda fənafillah olar, Allahın zatında yox olar can dostlarım. Hər şey Rəbbimiz Allahla gözəldir. Allahın vədi haqdır. Allahla bərabər olaq, onunla bərabər sevgi, mutluluğu yaşayaq. Sadəcə xoşbəxtliyin açarı bir diləkdir. Diləyəndən sonra insan pəncərələri açıb qışqırmaq istəyir ki, məndən xoşbəxt insan varmı bu dünyada? Xoşbəxtlik bir diləkdir, diləyənə deyin ərnəşdir, deyir Yunus Əmrə. Allaha sonsuz həmd olsun, sonsuz şükürlər olsun ki, bizlər üçün bunu bir zevk haline gətirib, canı gönüldən qovuşmağa diləyəndən sonra biz zevk olaraq namazı qılacağıq, zikr eləyəcəyik, zəkat verəcəyik, kəlmə-i şəhadət gətirəcəyik, həccə gedəcəyik. Bu hər bir şərti bir yük olaraq yox, bir sevgi ilə, gözəlliklə, xoşbəxtliklə biz bunları eləyəcəyik can dostlarım. Hər şey onunla gözəldir, onunla bərabər sevgini, xoşbəxtliyi yaşayaq inşallah Taala. Rəbbimizlə bərabər olaq hər daim. Onun sonsuz gözəlliyindən yararlanaq inşallah Taala canım qardaşlarım. Hər birinizi canı gönüldən çox sevirəm. Esselamu aleykum və rəhmətullah və berekatuhu.